lənət oxuyur o kişiyə ki, özünü başqasına nisbət eləyir. Başqa dədəyə, başqa ataya nisbət eləyir. Bizim kökümüz var. Azərbaycan qanı daşıyan, Azərbaycanlı olan. Tək Azərbaycanlı demirəm. Bunun içinə qədimi türklərdən, Oğuzdan və yaxud da Uyğurlardan və yaxud da Qıpçaqlardan hansı qədimi türklərin qolu olur olsun fərq etməz. Bunun içinə türkmənlər də daxildir, özbəklər də daxildir, qırğızlar da daxildir, hamısı daxildir. Mən heç vaxt təsəvvür elə bilmərəm ki, əgər bir adam doğrudan da orijinal olaraq bu tayfalardandırsa, bu insan mən türk deyiləm desin və yaxud da bunu inkar eləsin. Və yaxud da mən heç zaman təsəvvür elə bilmərəm ki, bu millətlərin tarix yazanları bunların türk olduğunu inkar eləsin. Və desin ki, biz türk deyilik. Yəni, Allah Adəmi yaradanda oğullarından biri özbək olub. Adı özbək olub. Bu türk deyil, özbəkdir bu. Və yaxud da Allah Adəmi yaradanda və yaxud da Nuh aleyhissalamın tufanından salama çıxanlardan biri adı Azərbaycan idi. Belə bir şey kimsə yazmır ki, belə bir şeyi heç bir bu qruplardan biri yazmır. Hətta bu icmadır ki, bütün türk qollarının hamısı əsillərinin türk olduğunu deyirlər. Ona görə bu danılmaz bir şeydir. Bir Azərbaycanlı, bir türkmən, bir özbək, bir qırğız, əgər mən türk deyiləm deyirsə, bu aldanılmışdır mütləq.